Funksiyanın qrafikləri mövzusuna əlavə olaraq qısa olaraq funksiyanın kəsilməzliyi haqqında danışmaq istəyirəm. Deməli, öncə baxdığımız iki nümunədə hər ikisində bizim funksiyamızın xətti necədir? Bir xəttdir. Yəni xətt kəsilmir. Bu deməkdir ki, həm də belə təsəvvür etmək olar. Deyək ki, biz bu nöqtələrdən xətt keçiririk və bu xətti keçirmək üçün biz əlimizi və ya qələmimizi kağızdan ayırmırıq. Bu xətt burada başlayır, daha doğrusu həm bu tərəfə davam edir, həm də bu tərəf müsbət tərəfə davam edir və bu xətt bütövdür. Burada heç yerə qırılma yoxdur. Qırılma nə deməkdir? Bu o deməkdir ki, elə qiymətlər ola bilər ki, məsələn, x-in elə bir qiyməti ola bilər ki, həmin qiymət üçün uyğun y olmasın. Yəni, bu nöqtədə, bu kəsişmə nöqtəsində hər hansı bir y olmayacaq. Bu nöqtədə funksiyamız təyin olunmasın. Belə ola bilər. Bu nə zaman baş verə bilər? Məsələn, deyək ki, bizim bir funksiyamız var. Çox sadə bir f funksiyamız var. Hansı ki, bərabərdir 1 bölünsün x-ə. Bu funksiyanın, deyək ki, qrafiki necə ola bilər? Bunun üçün gəlib qiymətləri verə bilərik, amma qrafik olaraq yox, məhz cəbri formada düşünsək, bu funksiya, bu bərabərlik nə zaman təyin olunmaya bilər? Və bizim ağlımıza gələn ilk şey çox güman ki, sıfıra bölmə ola bilər. Çünki əgər x bərabərdir 0 olarsa, bilirik ki, sıfıra bölmə təyin olunmayıb və o zaman biz bunu hesablaya bilmərik. O zaman nə baş verir? O zaman bu funksiya üçün x bərabərdir 0 nöqtəsində y təyin olunmur. Və bu o deməkdir ki, bizim bu funksiyamızın qrafiki heç də tək bir dənə xəttdən ibarət olmayacaq. Gəlin atmağa çalışaq. Deyək ki, x-imiz var, y-imiz var. Bilirik ki, x bərabərdir 0 deyə bilmərik. Çünki o nöqtədə funksiyamız təyin olunmayıb. Gəlin ilk öncə müsbət götürək. 1, 2, 3 götürək. Sonra -1, -2, -3 götürək. Bu ədədləri götürürük. 1 desək, 1 bölək 1 eləyəcək. 1, 2 götürsək, 1 bölək 2 eləyəcək. 0,5. Sonra 1 bölək 3. Elə 3də 1 kimi yazaram. -1. -1 üçün alacaq -1, -0,5 və yaxud da ki, -3 üçün -3də 1. Belə də yazmaq olar. Bunu əgər çəkməyə çalışsaq nə alarıq? Deyək ki, bizim qrafikimiz belə bir şey. Y-imiz, x-imiz. X-ə 0 verə bilmirik. 0 atıq kənara. 1 versə əgər, deyək ki, burada olsun 1. 1 verəndə alırıq y bərabərdir 1. Bu nöqtə. Sonra 2 veririk. 2 verəndə y bərabərdir 0,5. 2. Bu 1 idi. 0,5 də olacaq burada. 0,5. 2, 0,5. Haradasa düşür buralara. Sonra 3 verəndə alırıq 3də 1. 3də 1 isə əgər yaxınlaşdırmağa cəhd eləsək, 3də 1 haradasa buralarda olacaq. Bu hissələrdə. 3də 1. Çəkməyə cəhd də belə eləməyəcəm. Buralarda 3də 1 var və bu 3də 1 haradasa buralarda olacaq. Çünki baxın,
Demək olar ki, x oxuna tam da yaxındır. Yəni, haradasa buralarda göstərmək olar. İndi uzaqlaşdırsaq. Bu müsbətlər üçün idi. Sonra mənfiləri köçürməyə çalışsaq. -1, -1. Deməli, x-in -1-i, y-in -1-i. Deyək ki, harasa buralarda. Sonra -2, -10-5. -2, -10-5. -10-5 də harasa buralarda eləyəcək. -10-5. Bu -1 idi. Yəni harasa buralarda. Sonra -3, -3-1. Harasa buralarda -3 var. Və -3-1 də əlbəttə ki, haradasa 10-5-dən daha yuxarıda. Haradasa buralarda olacaq. -3-1. Haradasa buralarda. Bu da gəlib haradasa buralara düşür. Gəlin, rəngi dəyişək. Bu bir nöqtə. Bu başqa bir nöqtə. Bu digəri. Bu burada, bu burada. Bu da burada. Okey. Belə. İndi baxsaq əgər 0 bizdə yoxdur, okey. Burada nə cür xətt keçirmək olar? Əslində daha çox nöqtə götürsək əgər bizim təqribən belə bir xəttimiz alınacaq. Belə bir şey alınacaq. Daha çox nöqtə götürmüş olsaydıq. Amma nə görürük? Görürük ki, əslində bizdə burada sanki 2 dənə xətt var. Bir xətt deyil. Okay? Və yaxud da ki, bir xətt kimi desək, sanki davam gəlmişik belə, sonra 0 nöqtəsində, baxın, x-in 0 nöqtəsində, başqa rəng götürək, deyək ki, sonra x-in 0 nöqtəsində bir qırılma baş verib, bu 0 nöqtəsində heç nə yoxdur, bu da həmin nöqtə, 0-a qırılma baş verib və sonra nə olur? Davam edir. Yəni, sanki burada bir qırılma var. Bu, davamlı olmalı. Daha normal şəkildə bunu necə baxmaq olar? Məsələn, qırmızı rəngli xəttə baxırıq. Qırmızı rəngli qrafik bizim 1/x funksiyamızın qrafikidir. Görürük ki, funksiya nə edir? 0-a qədər qrafiki bu cürdür. 0-dan sonra, 0-dan böyük qiymətlərdə qrafiki bu cürdür. Okay? Və əgər neynəsək, yadımıza funksiyanın domenini, təyin olunmasını və yaxud da ki, dəyişmə aralığını, y-lərin qiymətlərini yanımıza salsaq, onda nə etmək olar? Vəziyyət bir qədər də başa düşülən olacaq. Çünki deyək ki, funksiyanın təyin olunması haqqında danışırıqsa, x-lərin ala biləcəyi qiymətlər haqqında danışırıqsa, qayıtmalıyıq funksiyanın qrafikinə, hansı ki, bizdə nə idi? Fx bərabərdir 1/x. Bu idi. Okay? Bu bizim funksiyamız idi. Və biz bilirik ki, biz x-imizə 0-dan fərqli hər şey verə bilərik. 0-dan fərqli. Yəni, mən sonsuzluqdan 0-a qədər birləşsin 0-dan müsbət sonsuzluğa qədər. Bunların hamısını verə bilərik və çöldə ancaq
x qalır. Çünki bu açıq intervaldır, qapalı interval deyil və sıfırın özü bu intervala daxil olmur. Okay? Yəni ədəd oxu ilə desək əgər, bu mənfi, bu müsbət və əlbəttə ki, söhbət x-dən gedir. Və burada bizdə bir sıfır var. Sıfırdan başqa hər şey daxil olur. Sıfırı xaric olmaqla. Bu funksiyanın domeni olacaq, yəni təyin olunmasıdır. Ona görə funksiyamız qırılır. Və yaxud da ki, başqa bir hal ola bilər. Məsələn, daha əndirabadi funksiyamız ola bilər. Məsələn, belə bir funksiya. Bu funksiyaya baxanda kök altın x bölünsün, x çıxılsın 3 bölünsün 5 çıxılsın x. Bu əndirabadi funksiyaya baxanda iki qayda yada düşür. Qaydanın birincisi, bu funksiyanın deməli qrafiki göy rəngdədir. Çox əndirabadi görünüşü var. Amma cəbri olaraq ikidən problem var burada. İki məhdudiyyət var. Birincisi, məxrəcə baxırıq. Görürük ki, x bərabərdir 5 olarsa funksiyamız gedilişinə təyin olmayacaq. Niyə? Çünki x bərabərdir 5 olsa 5 çıxılsın x bərabər 0 olacaq. Onda da funksiya təyin olunmur. Aşağı məxrəcə baxanda. Sürətə baxanda bilirik ki, bax bu kök, bu kvadrat kökdür və kvadrat kökün altında, əgər həqiqi ədədlərdən söhbət gedirsə, kvadrat kökün altında heç vaxt mənfi ola bilməz. 0 ola bilər, amma mənfi yox. Bu nə zaman? Yuxarı, deməli, gəlin bunu yazaq, yaxşısı. Deməli, x bərabərdir. Kök altında necə idi o? X çıxılsın 3. 5 çıxılsın x. 5 çıxılsın x. Funksiya budur. Və bura baxanda bu 3 idi. Deməli, bura baxanda görürük ki, bu tərəfdə nə olmalıdır? X 5-dən fərqli olmalıdır. Fərqlidir, 5-dən olmalıdır. İndi bura baxanda, kvadrat kökə baxanda görürük ki, bu bizə verir ki, x çıxılsın 3 müsbət bir şey olmalıdır. Və yaxud da ki, 0-dan böyük bərabər olmalıdır. Böyük bərabərdir, 0-dan olmalıdır. Və bu deməkdir ki, artıq iki nöqtədə bizim funksiyamızın qiyməti təyin olunmur. Nöqtənin biri 5-dir. 5 olanda gedilişinə. Digər nöqtə isə, digər aralıqsa daha doğrusu, ikinci qaydamız deyir ki, x-dən 3-ün çıxanda 0-dan böyük bərabər bir şey eləməlidir. Və yaxud da ki, başqa sözlə desək, bizim x-imizin qiyməti 3-dən böyük olmalıdır. Çünki 3 qoysaq 3 çıxılsın 3 0 eləyir. 4 qoysaq 4 çıxılsın 3 böyük bir şey eləyir. Okay? Və əgər bunu oxda təsəvvür eləməyə çalışsaq, görək nə alınır. Deyək ki, burada bizdə 5 var. 5-in özü daxil olmayacaq. Sonra deyirik ki, x 3-dən böyük bərabər bir şey eləməlidir. 3-dən böyük bir şey olmalıdır. Deyək ki, burada da bizdə harasa 3 var. 3. Və bu deməkdir ki, 3 daxil hər şeyi götürürük. 5-i götürə bilmirik. Və 5-dən böyük hər şeyi götürürük. Bu mənfi tərəf. Bu da müsbət sonsuzluq. Və bu deməkdir ki, biz nə edirik? X üçün, burada söhbət x-dən gedir. X üçün 3-ü götürürük. 3-ü götürürük. Sonra gəlirik 5-ə qədər. 5-in özünü götürmürük, birləşdiririk. 5-dən müsbət sonsuzluğa qədər x üçün hər şeyi götürürük. Belə. Və əgər bu ilə bunu uzlaşdırmağa çalışsaq, gəlirik, görək, hal-hazırda söhbət gedir göy xəttdən. Görürük ki,
Hardan başlayırıq? Biraz yaxınlaşdırsaq əgər. Yaxınlaşdırsaq budur. Başlayır 3-dən və hardasa 5-ə qədər belə bir qrafiklə davam edir. 5-ə qədər. Əgər uzaqlaşdırsaq, görərik ki, elə 5-ə qədər, 5-ə yaxınlaşa üzü yuxarı gedir. Sonra 5-dən sonraki hissə, bu hissə tamam başqa bir qrafiki var. Budur. Bu tərəfləri. Və bu deməkdir ki, yenə də bizim funksiyamız, hər iki funksiyamız, həm qırmızı 1/x, həm də göy, bu funksiyamız kəsilən funksiyadır və yaxud kəsilməz funksiya deyil. Başqa variantlar da ola bilər. Deyək ki, bəzən funksiyanı bu cürə təyin edə bilərlər. Məsələn, deyirlər ki, bir g funksiyası var, hansı ki x alır və funksiya şərti xarakter daşıyır. Şərti belə deyək, müəyyən bir şərti olur. Mən necə tərcümə edeyim. Deyirlər ki, belə bir şeydir. X kvadratı çıxılsın 1, əgər x 0-dan böyük olarsa və yaxud da ki, x kubu üstə gələk 1, başqa halda. Digərləri nə eləyir? Deməli, x 0-dan ya böyükdür, ya da kiçik bərabərdir. Və bu artıq o deməkdir ki, funksiyanın bu şərti üçün bir qayda, funksiyanın digər şərti üçün tamam başqa bir qayda tətbiq olunur. Və bu zaman həmçinin funksiyamız heç də kəsilməz funksiya alınmır. Çünki iki qaydamız var, hər hansı bir iki xətti və yaxud ki, belə deyək də, əyrimiz olacaq. Bu zaman həmçinin funksiyamız kəsilməz funksiya olmayacaq. Və əslində gördüyümüz kimi bunu həm cəbri yolla təyin edə bilirik. Görürük ki, okey. Yəni bizim üçün konkret siqnallar var. Birincisi məxrəcin 0 olması, ikincisi də ki köklə bağlı. Çünki biz həqiqi qiymətlərə baxırıq və deyirik ki, funksiyanın həqiqi tənlik olaraq baxsaq kökü olmayacaq. Çünki tənlik olaraq düşünsək, burada funksiya üçün mənfi bir şey alırıq, bunun isə həqiqi qiyməti yoxdur. Həqiqi mənası yoxdur və yaxud da ki, belə desək. Ona görə də funksiyanın qrafiki həm də bizə bu cür halları yaxşı təsəvvürləməyə imkan verir. Çünki bunu vizual olaraq görmüş oluruq.